Astarada bir nəfərin dənizdə batması barədə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə məlumat daxil olub. Hadisə Xəzər dənizinin Astara şəhəri ərazisində nəzarət olunmayan hissədə baş verib. Masallı rayonunun sakini olan 36 yaşlı Elmar Məmmədli yaxın qohumları ilə çimmək üçün dənizə gəlib. Qardaşım oğlu. Qardaş oğludur. Hansı kənddən idi Masallının? Masallının Kösəkül kəndindən. Bacım oğlu ilə bir yerdə gəliblər. Çimməyə belə gəliblər. Onlar o qalıb dənizdə. Bacım oğlu belə dedi, siz çıxın, mən gəlirəm. Ondan sonra da axtarır, o tapandır. Nə itkin kimi sayılır bu? Mən el dənizdə qalıb da dənizdən çölə çıxamır. Elə telefonu, paltarları hamısı çöldə qalıb oturduğu yerlər. Ailəlidir 5 uşağı var. Ailəlidir, 5 uşağı var. Böyük uşağı 2-ci sinifə idi. Belə. Axtarışlar nəticə bir nəticə? Hələ bir nəticəsi yoxdur. Hələ inşallah onlar, Allah qoysa, axtarırlar, sağ olsunlar. Fövqəladeçilər də, polislər də, hamısı sağ olsunlar, axtarırlar. Əraziyə Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin xilas ediciləri cəlb olunub və axtarışlara başlanılıb. Hazırda xilas edicilər 36 yaşlı Elmar Məmmədlinin axtarışlarını aparırlar. Qeyd edək ki, Elmar Məmmədli ailəlidir və 5 uşaq atasıdır. Uşaqlar o istiqamətli gəlsin.